Sən mi düşünürsən ki, salih deyilsən? Çünki sənin tərk etməyə müvəffəq ola bilmədiyin bir günahın var və tövbə edirsən, sonra onu tərk etmək üçün geri dönürsən. Kim sənə deyib ki, salihlərin günahları yoxdur? Və kim sənə deyib ki, onlar şeytanla və ya özləri ilə mübarizədə deyillər? Bəzən qazanırlar, bəzən məğlub olurlar. Bütün salihlər belədir. Lakin Allah Taala onları sevdiyi üçün onlara örtük paltarı bağışlayıb. Rəbbinin "Vəllezîne cahadu fînâ lenehdiyennehum subulena" bizim yolumuzda cihad edənləri yollarımıza yönəldəcək sözünü oxu. Sən mi düşünürsən ki, bütün cihad qılınc ilədir? Qəlbinin paklığını qorumaq uğrunda mübarizən bir cihaddır. Allah sənə günahla mübarizənin, günahdan sonra kədərinin, çöküşdən sonra qalxmağının, günahdan sonra istiğfar etməyin üçün mükafat yazacaq. Bütün bunlar Allah yolunda cihaddır və Allah səni bütün bunlardan sonra doğru yola yönəldəcək. Bu Allahın vədidir və Rəbbindən daha vədinə sadiq olan heç kim yoxdur. Hər kəs günahkardır. Həm salihlər, həm də şər olanlar. Amma salihlər bağışlanma və tövbə axtararaq örtünür. Şər olanlar isə günahlarda davam edir. Esselamu aleyküm.